Hüseynov Nəsim Vaqif oğlu, Akstava rayonunun Eynal kəndindən adam olmuşam. 25 yaşım var, ali təhsiliyəm. Və Nəsimi nə eləyəcək? Bu dişimlə bu armatura əyəcəm. Dişinlə nə eləyəcəksən? Özünüz yoxlaya bilərsiniz bilən iş. Yox, armaturu mən bilirəm, amma yandakılar kömək eləməyəcək. Kömək eləyəcəklər, mən dişimlə əyəcəm aşağı. Və indi o dişi ilə armaturu əyəcək hal-hazırda. Diqqətlə baxırıq. Sən nə versən? Hə? Nə eləyəcəksən? Nə eləyəcəksən onu elə? Bu tabletkada adam oturacaq, onu dişimdə saxlayacaq. Saxla. Qabağını kəsməyin, kameranın qabağını kəsməyin. O dişində saxlayır insanı tabletdə. Bravo. Qardaş. Alqışlayaq da, alqışlayaq, niyə durmuşsun? Alqışlayaq. O bir dənə söz var, sənin Allah heç kimi sənin dişinə salmasın. Allah razı olsun. Mən dişimlə 3 dənə vagon çəkmişəm. İnşallah mənim qeyri-adi istedadlarım çoxdur. 4 dənə vagon çəkmək fikrim var inşallah. Onunla biz səni Bakıda gözləyirik və sən vagonları qoşacaq daldala, o vagonları dişinlə çəkəsən. İnşallah Allahın köməyi ilə. İnşallah. Alqışlayırıq onu.